Sürətlə dəyişən dünyada sabahın peşələrinə kim hazırdır? Gələcəyin peşələri hansılar olacaq? Texnologiyalar, süni intellekt, innovasiyalar. Bu sualların cavabı üçün ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri sammiti keçiriləcək. Harda və nə zaman? Diqqətiniz məndə olsun, indi ətraflı deyəcəm. Məşğulluq bələdçisində xoş gördük. Bu dəfə 30 oktyabr tarixində Naxçıvanda gələcəyə tərəf devizi altında baş tutacaq mötəbər bir tədbir haqqında danışacağam. Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçiriləcək sammitin məqsədi əmək bazarındakı dəyişiklikləri, yeni peşə və bacarıqlara artan tələbi, texnologiyanın iş dünyasına təsirini peşəkar mühitdə müzakirə eləməkdir. Tədbir çərçivəsində iki əsas panel keçiriləcək: əmək bazarının transformasiyası və dəyişikliklərə adaptasiya. Sammitdə yerli və xarici mütəxəssislər, karyera məsləhətçiləri, təlimçilər, sahibkarlar, dövlət və özəl sektordan nümayəndələr iştirak edəcəklər. Və ən əsası, bu təşəbbüs Naxçıvandan yekunlaşmır. Gələcəyin Peşələri sammiti tezliklə Bakıda da keçiriləcək. Bu barədə daha sonraki videolarda ətraflı danışacağam. Naxçıvandakı tədbir barədə daha ətraflı məlumatı Gələcəyin Peşələri.az saytından əldə eləyə və eyni zamanda sayt vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Gələcəyin peşələri artıq sabahın deyil, bugünün mövzusudur. Sammitdə görüşənədək.